Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, və hədə aslun azim. Bu əzəmətli bir əsildir, Emil. Fəyənbəği lil-aqili ən ya'rifəhu. Hər bir aqil insan bunu dərk etməlidir, başa düşməlidir ki, imtahan olunacaqsan. Müsibətlər, bəlalar olacaq sənə. Və İstiqamə kitabında İbn Teymiyyə rahimehullah deyir ki, hər bir müsəlmanın başına gələn müsibətə görə ona əcr yazılır, savab. O müsibətin miqdarına görə bəla kiçik böyük olur axı. Eyni olmur ki, fərqlidir hamıda. Gələn sıxıntılar, çətinliklər, ağrılar, xəstəlik olsun, hər bir şey sənə aid olan. Onlar müxtəlif olduğu üçün əcirlər də müxtəlifdir, savablar. Hər kəsin imanına görə bəla gəlir və onun miqdarında əcir, savab yazılır, sən ehtisab etsən. Bu məsələ Şeyxülislam elə-belə demir. Deyir ki, وَهَذَا أَصْلٌ azim. Bu əzəmətli bir üsuldur, başa düşüləcək, əsildir. Sən dərk edəsən ki, iman gətirəndən sonra sənin başına belə şeylər gələcək labüddür. Çünki bizdən qabaq olan Peyğəmbər sallallahu aleyhi və səlləmə soruşanda ki, ən çox kimlər çəkir bu bəlanı, ağrını? Deyir, Peyğəmbərlər. Peyğəmbərlər? Yox, qulaq asın qoy. Peyğəmbərlər. Peyğəmbərlər ən çox bəla çəkən olublar. Müsibət, imtihanlarla üzləşiblər qövmləri tərəfindən. Sonra soruşurlar ki, ya Rasulallah, soram kimə? Deyir ki, sonra onlardan sonra onlara oxşayanlar, onlara tabi olanlar, onların, yəni demək istəyir ki, onların yolu ilə gedənlərə bu üz verəcək, baş verəcək bu müsibətlər. Nə qədər ki, sən Peyğəmbərlərin yoluna tabi olursan, ittiba edirsən və sənə də bu bəlalar, müsibətlər gəlməlidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İzamul cəzə mə'a izamul bələ. Mükafatın, əcrin, cəzanın böyüklüyü müsibətin böyüklüyünə görədir. Əzəmətli sözdür. Əcrin, savabın böyüklüyü, həmin o üz verən şey yoxdur, onun böyüklüyünə görədir, deyir. Azdırsa, az savabdır, çoxdursa, çox savabdır, ehtisab etsən. Hər bir halda belə şey yoxdur, Emil. Mən iman gətirmişəm, səcdə edirəm, namaz qılıram, rükü edirəm, hər şey yaxşı olmalıdır, pulum olmalıdır, varlı olmalıyam, nə bilim, maşınım olmalıdır, evim olmalıdır. Belə bu səhvdir, yəni. Ola bilərsən də hamısı olsun, iman gətirəndən sonra hamısı əlindən çıxsın. Bu imtihandır.